ümumiyyətlə fikir vermişəm ki, istər Azərbaycan, istər Türkiyə olsun, ümumiyyətlə müsəlman cəmiyyətində xanımlarını evdə xanım kimi görə bilmir bir çox kişilərimiz. Ən böyük problem odur. Onlar elə bilirlər ki, onlar evə əşya alırlar. Qadın sanki kişinin qulluqçusudur. Bəli. Sanki onun quludur, köləsidir, nökəridir. Mən demirəm ki, qadın evdə heç bir iş görməsin. Görmək lazımdır. Analarımız da görüb. Mən bişirməsəm yeməyi kim bişirəcək ki? Mən evi təmizləməsəm kim edəcək ki? Hə, maddi durumun icazə verirsə, əlbəttə ki, köməkçi çağır evə. Amma maddi durumun imkan vermirsə, elə bir şəraitin yoxdursa, əlbəttə ki, xanım eləməlidir. Amma ev işlərindən getmir söhbət. Söhbət qadına verilən dəyərdən gedir. Burada günahkar kimdir? Qadın günahkardır yoxsa kişi? Qadın aşırı dərəcədə fədakarlıq elədiyi üçün vəziyyət o həddə gəlib çatır ki, kişi ona artıq hörmət eləmir. Hörmətlə yanaşmır, ondan çəkinmir, ondan utanmır, ondan qorxmur. Mən demirəm ki, qorxu altında olmalıdır, amma ən azından hörmət olmalıdır mütləq Hətta şəkildə. qadınlar var ki, kişi məni neyniyir, eləsin, laf döysün, söysün, amma mənim yanımda olsun. Bəli, Bu düşüncə ilə yaşayan qadınlar da var. bax, o düşüncə mənə heç cürə çatmır. Heç cürə. Mən onu qəbul edə bilmərəm. Ki, kişi məni döysün, söysün, ac saxlasın, öldürsün, amma yetər ki, yanımda kişi olsun. Xeyr, mənə o kişiyə ehtiyac yoxdur.